Salamlar hər kəsə. Rayon Həyatı kanalımdan sizləri salamlayıram. Bir Ramazan səhəri. Bugün yabani otlar silsiləmizdən ilk yeməli otumuzla sizi tanış eləyəcəm. Bu bizim rayonda cincilim adlanan, digər yerlərdə də, literaturada da adı qəbizlik otu, qaz otu kimi tanınan bir yabani otdur. Bizim tərəflərdə kükülərdə, göyərti qutablarında, afardiriyonada, göyərti qutablarında bolca istifadə olunur. Doğalarda istifadə olunan bir yabani otdur. Mədə bağırsağın florasını yaxşılaşdırır, problemləri aradan qaldırır, mədə bağırsaqla bağlı problemləri. Çox faydalı bir bitkidir. Görünüşü də belədir. Birazdan çiçəklənəcək. Ağ xırda çiçəkləri olur. Çox faydalı bir yabani bitkidir. Bu vaxtdan da başlayır artıq yavaş-yavaş böyüməyə.